44 günlük müharibədə müxtəlif ölkələrin Ermənistana silah tədarükü nəticəsiz qalmışdı və görünən odur ki, hələ də məğlub ölkəni hərbi texnika ilə təchiz edən ölkələr var. Kaliberazın əldə etdiyi görüntülərdən Hindistandan İran vasitəsilə Ermənistana silah daşındığı açıq-aşkar görünür və bu Cənubi Asiya ölkəsinin Cənubi Qafqazda gərginliyi artırmaqda maraqlı olduğunu sübut eləyir. Silah tədarükü həm də Hindistanın Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başladığının da bir nümunəsidir. İran-Ermənistan sərhədinin Nuduz keçid məntəqəsində müxtəlif növ yük avtomobillərin artması və bu yüklərin xüsusi örtüklə gizlədilməsi cəhdləri məsələnin mahiyyətində fərqli məqamlardan xəbər verir. Görüntülərdən aydın olur ki, daşınan yüklər məhz hərbi təyinatlıdır. Kaliberazın əldə etdiyi məlumata görə hərbi yüklər İranın Bəndər Abbas limanı vasitəsilə daşınır. Bu prosesin arxasında Hindistanın dayandığı gün kimi aydındır. Hələ ötən il bu ölkə ilə Ermənistan arasında ümumi dəyəri 400 milyon dollardan çox olan hərbi texnika tədarükünə dair müqavilələr imzalanıb. Həm Ermənistan, həm də Hindistan hökumətləri arasında qarşılıqlı səfərlər 2-ci Qarabağ müharibəsindən sonra daha da intensivləşib. Baxmayaraq ki, rəsmi Bakı Yeni Dehlini Ermənistanda revanşizmin gücləndirilməsinin yol verilməzliyi barədə dəfələrlə xəbərdarlıq edib. Hələ bir neçə ay əvvəl Prezident İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını və Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyini diqqətə çatdırıb. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, o zaman niyə 100 milyonlarla dollar dəyərində silahlar əldə edir? İlham Əliyev həmçinin bu siyasətin region üçün yeni təhlükələrə səbəb ola biləcəyini xüsusi vurğulayıb. Təəssüf ki, Narendra Modi hökuməti rəhbərlik etdiyi Hindistanı Cənubi Qafqazda yeni müharibəyə cəlb etməkdə israrlıdır. Hindistan dövlətinin Ermənistana İran ərazisindən silahlı yardım etməsi ümumilikdə yəni Azərbaycanın bölgədə apardığı missiyaya böyük bir təhlükədir. Hindistan Ermənistanı bir alət kimi istifadə edib bölgədə öz belə deyək ki, maraq və mənfəətin həyata keçirməyə çalışır. Yeni Dehli silah tədarükünün necə nəticələnəcəyindən xəbərsiz ola bilməz. Üstəlik qoşulmama hərəkatında və Bandung konfransında xüsusi təşəbbüslərlə çıxış edən Hindistanın bu addımı üzv olduğu beynəlxalq təşkilatların prinsiplərinə tamamilə ziddir. Silah tədarükünün İrandan keçməsi isə heç də təəccüblü deyil. Azərbaycanın ərazisi işğala məruz qaldıqdan bugünə kimi cənub qonşumuz silah tranzitinə çevrilib. Ona görə də bu dəfəki Hind filmində əsas rollardan birini İranın ifa etməsi olduqca təbii haldır. Xüsusilə də burada biz İranın canfəşanlığını görürük. İran öz ərazilərindən şərait yaradır ki, Hindistan və yaxud digər ölkələr Ermənistana silah-sursat tədarük etsinlər. Bütün bunlar qəbul edilməzdir. Biz 44 günlük vətən müharibəsi zamanında digər ölkələrin Ermənistana hərbi silah-sursat yardım etməsinin şahidi olmuşduq, amma bu heç bir nəticə verməmişdir. Əlbəttə, rəsmi İrəvanın istər Rusiya, İran, Fransa, istərsə də Hindistandan silah alması Ermənistan üçün o qədər də əhəmiyyəti yoxdur. Bütün hallarda həmin hərbi texnika Azərbaycan ordusunun dəqiq hədəfi ilə məhv ediləcək. Ötən gün Paşinyan 2020-ci ildəki müharibə zamanı Ermənistanın dövlətçiliyini möcüzəli şəkildə xilas etdiyini deyəndə heç də səhv etmirdi. Yəqin o da başa düşür ki, növbəti dəfə hər hansı bir möcüzə baş verməyəcək. Rüstəm Mikayılzadə, Nicat Qasımov, Vüsal Qaraca, AzTV xəbər.